Mamamın təhdid mesajlarından sonra möhtəşəm Lafatkanla onları ora bastırırıq. Azda xiyar var orada, lobya, onlar ora dırmaşaz. Mamamın təhdid mesajı deyəndə, yəni ki, mamam hər dəfə başımı görəndə deyirdi ki, get onları bastır, nəsə onları bastırmaq qərarına gəldik. Mamam da orada əlini belinə qoyub mənə baxmasa işləyə bilmirəm heç cürə. Yəni o xasiyyətli deyəsən qaynanasından keçibdi. Hər şey ola bilər. Nəsə mən onları indi ora bastırdım. Bastırma deyib bastırma da deyildi. Onlar nəsə qalın taxta kimi bir şeylər idi. Onların dibini də bərkitdim. Sonra çuyuqları bir-birinə qulenqa ilə bağlayıb onları da simlə bağlamışdım. Onu da üstündən bağladım. O ortalarında sallanan yerinə, yəni çox da kim fikir verməyin ki, onun payza kimi olan bir şeydi o. Nəsə gətirib sonra üstünə künələrini də sökürəm. Olur bizə xiyarla lobyaya dırmaşmağa yer. Yəni bu qədər. Orada da çətin bir şey yox idi, sağ olun. Arada özümü də yaralamışam. Mən düzəltdim. Arada özümü də yaralamışam. Yəni düzəltdim deyəndə bir şey vurdum, bəs o əyri-üyrü olmağına baxmayın. O yəni onun payza kimi olan bir şeydi. Bunda məğzini başa düşündük, bir-iki yerini sökədim. Ardından xiyarlar abra dırmaşarız, bizlər də altına girib yığasıyıq. Nəsə oldu, qalanı da mamam eləyər, sağ olun.